Uşaqların çoxu deyir ki, müəllim, bir səhifəni sonu kimi oxuya bilmirəm. Uzun sual görəndə ümumiyyətlə başımı götürüb qaçıram da, səbrim çatmır. Sxemi oxuyum, sual oxuyum, şərt oradan oxuyum. Uzun sualları ümumiyyətlə oxumuram. Oturub bir səhifə, iki səhifə kitab oxumağa heç bir halda səbrim çatmır. Bəs mən nə edeyim? Bunun səbəblərindən biri, yəni bizə artıq səbəb lazımdır, bizə çözüm lazımdır. Səbəb bəli bu. Barmaq o qədər belə eləyir ki, o qədər diqqət dağılır ki, gün ərzində bir insan 50 dənə, 100 dənə video baxarmı, fərqli mövzulardan ibarətdir. Nəysə, bunu qoyduq qırağa. Bəs çözüm nədir? Hər dəfə yatmazdan sadəcə 20 dəqiqə qabaq, birinci növbədə yatan zaman, yəni söhbət şagirddən gedir, səni işdən axtarmayacaq, dədən böyründə, yəni və sənə lazım olan adamlar da, yəni hər kim axtaracaqsa səni, bilməlidir ki, axşam vaxt sən telefonu söndürsün. Yatmazdan bir saat qabaq telefonu tamamilə söndürürsən, attın qırağa. Düzdürmü? Getdi. Ya təyar rejiminə qoyursan, uçuş rejiminə qoyursan, uçdu. Və götürürsən Azərbaycan ədəbiyyatından, məsələn, İsmail Işıqın hekayələrini götürürsən, oradan sadəcə bir səhifə, bir dənə hekayə, iki səhifəli, bir səhifə, bir dənə hekayə axıcıdır. Çox rahat axıb gedir. Bir tema deyək də, sadəcə bir məsələ, bir mövzu götürüb oradan oxuyursan. Vəssalam, oxuyursan, o oxuduğunun üzərində düşün biraz təhlil elə, lap qayıd imkan varsa bir dəfə də oxu. Çox yox, sən hər bir gündən bir bunu eləsən, bax, oxuyursan, oxuduqca bilirsən nə baş verir. Qışdır, tutaq ki, indi payızdır. Sən orada yaz fəslini elə qəşəng təsvir edir ki, sən o gülün, çiçəyin, ətrin hiss edirsən. Və sən nə olur? Xəyal dünyan inkişaf edir. Səbrin artır ki, görüm sonda nə baş verdi. Marağın artır, təsəvvür gücün artır, nitqin zənginləşir. Sonra söz ehtiyatın artır, eşitmədiyin sözlər eşitirsən, cümlənin içində olduğu üçün mənanı başa düşürsən. Bax, bu sənin mətni əla yazmağına səbəb olacaq. İnan, heç bir mətn testi işləməsən belə, yəni 5 dənə sadəcə mətn testi işlə, yəni bir də söhbət nədən gedir, sadəcə nəzəri olaraq bil və hər gün bu dediyim elə mətn problemin olmayacaq. Tarix oxuyanda, ədəbiyyat oxuyanda səbrin artacaq, təxəyyülün inkişaf edəcək. Dərsi biz ona görə başa düşmürük də. Çünki oxuduğumuzu anlamırıq. Səbrimiz çatmır ki, onu bir daha qayıdıb oxuyaq. Amma sən orada hansısa bir epizoddan, obrazdan danışır ki, filan yerə gedib və o gördüyün hələ təsvir, otağa girib hələ otaq haqqında danışır. Düzdür? Və yaxud onun bu hadisələrin baş verdiyi fəsli təsvir edir. Havanı, şəraiti, ətrafı təsvir etdiyi üçün orada saat vardı, sonra geridə filan şey vardı, ağacın yarpaqları bu rəngdədir, qarşıda uçuq bir bina vardı. Əslində bu binada əvvəllər kimlər yaşamışdı? 2-3 səhifəlik bir hekayə olsa da, sən həm orada bir məna var, özün bir zövq alacaqsan. Həm kitab oxumaq bir mədəniyyətdir. Valla kitab oxumağın hələ təsəvvür edin ki, yəni insanlıq yaranandan, mədəniyyət olandan bəri yəni ancaq kitab göndərilib. Belə deyək də, bütün mədəniyyətlərə, bütün dinlər nə ilə gəlib? Kitabla gəlib. Məsləhət olsa deyil, video göndərilərdə. Yəni kitab sənə heç bir halda ziyan verə bilməz. Yəni hər bir halda sən kitab oxumalısın. Bir səhifə, 2 səhifə gündəlik bunu oxu. Bir aydan sonra, bir ay gör neçəsə gündə 3 səhifə oxuyanda bir ay nə qədər? 90 səhifə, 100 səhifəlik bir şey oxumuş olursun. Azdır mı? Az deyil. Bir adamla bir söhbət eləyəndə, hər hansı nəyəsə bir fikir bildirəndə, yəni baxırsan ki, üzünə gül kimi uşaqdır, ağzın açılır, danışana kimi əla, danışdı içinə, apartırlar. Yəni bu fikir kənarda sənin haqqında da yaranmasın deyə, yəni heç olmasa, yəni təhsilin belə olmasa, oxumasan, kollec oxu, nə bilim, nə oxuyursan oxu, fərq eləmir, təhsil almasan belə, heç olmasa özündə bunu formalaşdır. Və əmin ol ki, o gələcək sənin üçün çox böyük yerlərə, böyük uğurlara aparan bir, inan ki, səbəblərdən biri olacaq inşallah. Bu arada
buraxılışda yaxşı yazmaq istəyirsinizsə, sizin üçün qəşəng bir mətn qrupu açırıq. Həmin mətn qrupuna qoşulursunuz və qısa bir zamanda mətnlərlə bağlı problemlərinizi çözmüş, həll etmiş olursunuz. Qrupa qoşmaq aylıq 30 manatdır və ay ərzində həm canlı yayımlarda iştirak edə biləcəksən bonus olaraq, həm də deməli mətnləri, izahları ilə işləmə qaydası ilə bir yerdə bizdən əldə edə biləcəksiniz. Bu qədər uğurlar hər birinizə imtahanda yüksək nəticələr arzu edirəm. Səhifəni izləməyi yaddan çıxarmayın. Hələlik.